Bəs bu CV işə qəbulda nə dərəcədə rol oynayır? Bunu soruşacağıq əvvəlcə. Nüsrət bəy, salam, sabahınız xeyir olsun. Buyurun, söz sizdədir. Salamlayıram sizi. Buyurun, təşəkkür edirik. Əlbəttə ki, işə qəbulda CV-nin rolu çox böyükdür. Çünki müasir dövrün işə qəbulunda ilkin mərhələ effektiv CV-nin hazırlanmasından keçir. Yəni, iş axtaran bir şəxs ilkin mərhələdə deməli, öz peşəkar CV-sini hazırlayır ki, bu adətən 1 və yaxud da ki, 3 səhifə arasında dəyişir ki, bu CV-də siz məlumatlarınızı tam və dolğun şəkildə əhatə etməlisiniz ki, sizin müsahibəyə dəvət edilmə şansınız yaransın. Yəni, CV-ni siz effektiv şəkildə tərtib etdikdən sonra artıq müsahibədə siz bu bilik və bacarlarınızı işə götürən hansı şəkildə təqdim etməniz, bu sizin özünüzdən asılı. Amma ilkin olaraq işə götürən sizin o ilkin kontakt yaranır hardan? CV-dən. Biz effektiv şəkildə CV-mizi hazırlamasaq, müsahibəyə dəvət qazanma şansımızı əldən qaçıracaq. Yəni, bir çox hallarda sizə görürsən ki, 1 və yaxud 2 səhifəlik bir məlumatda namizəd özü haqqında olan məlumatlarda bir çox səhvlərə yol verir ki, bu da nəticədə nəyə gətirib çıxarır? İşə götürənə belə bir təəssürat formalaşır ki, namizəd əgər özü haqqında məlumatlarda, yəni işsiz olduğu dönəmdə, buna ehtiyacı olduğu bir vaxt özü haqqında məlumatlarda bu səhvlərə yol verirsə, gələcəkdə iş prosesində hansı səhvlərə yol verəcək? Ona görə də biz işə qəbulda CV hazırlama texnikaları bilməliyik, hansı məlumatları orada hansı şəkildə göstərməmizi bilməliyik ki, və bundan sonraki mərhələ artıq müsahibə mərhələsidir ki, bunun da öz belə deyə də qaydaları var ki, müsahibə hansı şəkildə hazırlaşmamız lazımdır. Nüsrət bəy, müşahidələriniz nə deyir? Ümumiyyətlə, yəni bilirik, bu həm də reallıqdır ki, məsələn, əvvəllər işə götürəndə bizim uşaq, bizim filan kəsin oğlu, filan kəsin qızı bir gəlsin, bax, yoxla, belə tanışla, qohumla işə götürmə halları çox idi. İndi sizcə bu heç olmasa biraz azalma var bunda? Yoxsa? Əlbəttə ki, yəni səmimi danışsaq, bu indi də var. Danılmazdır. Lakin mən deyərdim ki, əvvəlki illərlə müşahidədə indiki vaxtlarda bu bir o qədər də yüksək deyil. Yəni, əvvəl belə deyək də, tutaq ki, əgər sən kimisə tanışıydınsa, işə qəbulda birbaşa şansın var idisə o vəzifəni tutmaqla bağlı. Amma indi elədir ki, sən tanış olmaqla yanaşı da həm də o vəzifənin tələb olunan bilik və bacarıqlarına cavab verməyə lazımdır. Bu halda ola bilər ki, müəyyən qədər üstünlük ola bilər. Təbii ki, bunun olmaması lazımdır. Bu, həm qanunvericiliklə, həm ədalətlik baxımından bərabər imkanlar yaradılmalıdır hər bir kəsə. Amma indi çox təəssüf ki, bu müəyyən hallarda ola bilir. Nüsrət bəy, bir maraqlı məqam da var. CV-də əsas işə götürənlər nəyə fikir verirlər və ya nəyə fikir vermirsən? Bəzi adamlar çox absurd, mənasız şeylər yazırlar ora. O, onların işə qəbul ola bilərdirsə də onu əngəlləyir, yəni. Razıyam sizinlə. Ona görə mən bayaq qeyd etdim ki, effektiv CV dedikdə nəyə nəzərdə tutulur? Biz bilməliyik ki, hansı məlumatları mən CV-də göstərməliyəm və hansı ardıcılıqla göstərməyəm lazım. Məsələn, bizim əslində şəxsi məlumatlarımızın CV-də bir o qədər də olması çox önəmli deyil. Yəni, işə götürən üçün maraqlı olmalıdır bizim deməli, bilik və bacarıqlarımız. Bu bilik və bacarıqları da biz iki şəkildə incələyə bilərik. Bilirsiniz ki, bu son dövrlərdə bu yumuşaq bacarıqlar termini aktuallıq qazanır, populyarlıq qazanır. Biz bacarıqları iki şəkildə incələyə bilərik. Soft skills və hard skills olaraq, yəni yumuşaq bacarıqlar və sərt bacarıqlar olaraq incələyə bilərik ki, daha çox deyərdim ki, əvvəllər məsələn, namizədin işə qəbulda texniki bacarıqları bir o qədər önəmlidirsə, indi amma texniki bacarıqları yanaşı, namizədin yumuşaq bacarıqlara da sahib olması. Yəni, çox hallarda işə götürənlər hətta fikir verir ki, texniki bacarıqlara sahib olmaya bilər. Bunları iş prosesində öyrənə bilər. Məsələn, hansısa proqram təminatı lazımdır, hansısa bunları iş prosesində öyrənə bilər və ya kursa göndərə bilərəm. Amma mən onun yumuşaq bacarıqlarını inkişaf elətdirə bilmərəm. Çünki yumuşaq bacarıqlar bir çox hallarda belə deyək də, anadan gəlmə və sonradan inkişaf etdirilməsi müəyyən qədər düzdür. Bu mümkündür, amma müəyyən qədər çətindir. Yəni, şəxsin özünün bilməsi lazım ki, məndə hansı keyfiyyətlər çatışmır və bunları hansı dərəcədə inkişaf etdirməliyim. Deyək ki, bir komanda uyğunluq məsələsi, bir ünsiyyət qabiliyyəti, yəni təsəvvür edin ki, siz bir yüksək mütəxəssis cəlb etmişsiniz, işi yaxşı şəkildə icra edir, amma komanda yola getmir. Hər gün problem çıxır, hər gün orada mühit körlanır və mühitin də körlanması əlbəttə ki, effektiv iş mühitinə təsir göstərir ki, faydalı iş əmsalı aşağı düşəcək. Təşəkkür edirik maraqlı müsahibəyə görə. Və məsələn, mən özüm bir neçə dəfə gələn CV-lərdə görmüşəm ki, bəzi adamlar nə istədiyini belə bilmirlər o CV-ni. Nə iş olsa görərəm. Bala, televiziyadır, operator olmaq istəyirsən, müxbir olmaq istəyirsən. Nədir də sənin istəyin? Nə desəz işləyir. Axı, onlar eyni bacarıq tələb eləmir.
sən Fərqli... hansı... Bilirəm, indi insanların işə ehtiyacı var. O anda pula ehtiyacları var. Düşünürlər ki, hər işin öhdəsindən gələ bilər. Amma insan öz-özünü tanımalıdır. Belə olanda işə götürən də fikirləşir ki, bu hələ özü bilmir nə olmaq istəyir. Mən bunu hara aparım, hara yönləndirim, nə ola bilər? Yəni, o qədər çox CV-lər var ki, ona görə CV yazarkən mütləq şəkildə belə məqamlara, həssas məqamlara diqqət etmək lazımdır ki, bir diqqət çəksin o CV. Əlbəttə.